Yasamal rayonunda da Ulu Öndər dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunan gül bayramı keçirilib. Tədbirdə güllərdən hazırlanan müxtəlif kompozisiyalar nümayiş etdirilib. Bakının Yasamal rayonunda artıq ənənə halını alan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunan gül bayramı keçirilib. Tədbirə rayon rəhbərliyi, ziyalılar, hüquq mühafizə orqanlarının nümayəndələri, eləcə də şəhər sakinləri qatıldılar. Və bunu da müəssisə təşkilatlar öz eksponatlarını, yəni 91 illiklə əlaqədar olaraq öz eksponatlarını bax burada göstərirlər. Və Bakı şəhər İcra Hakimiyyətinin xüsusi komissiyası bu eksponatlara baxıb müəyyən laminasiyalar üzrə birinci, ikinci, üçüncü yerlər verirlər. Biz hər il o laminasiyalardan ən azı 5 laminasiyadan 3'ünü bizim rayon qalib çıxır və mükafatlandırılır. Güman edirəm ki, bu sərgidə, yəni gül bayramında bizim rayon yenə də əvvəlki illər kimi qabaqcıl yerlərdən birini tutacaq. Məktəblilərin əl işləri, rəsm nümunələri, güllərdən bəzədilən kompozisiyalar, Heydər Əliyevin portreti və 91 illiyinə əks etdirən rəsm nümunələri gül kompozisiyalar arasında daha çox diqqət cəlb edirdi. Bayrama ayrıca gözəllik qatan gül libaslı körpələr idi. Bayram incəsənət ustalarının maraqlı çıxışları ilə davam edib. Nərminə Məmmədova, Rəşad Qurbanov, Space.